Rusiyanın Azərbaycana qarşı törətdiyi bu cinayətlərlə bağlı nə deyə bilərsiniz? Nə deyirsən? Yaşasın Azərbaycan. Yaşasın İlham Əliyev. Bütün siyasi söhbətlər boş şeydir mənə görə, yəni fikir vermirəm. Daha çox bizcə sönümlü, yəni xəbərləri izləyirəm. Siyasəti yəni çox mənasız şeydir mənə görə. Məncə yəni bu həll olunmalıdır. İndi aidiyyət orqanları kim əllisə onlar. Pisdir təbii. Bizim milləti niyə təhqir eləməlidirlər? Onsuz da biz Rusiya həmişə poddeşka vermişik. Onlar da bizim milləti təhqir eləyirlər. Düzgündür. Çox pis. Niyə belədir? Çox pis. Niyə belə edirlər onlar? Niyə edirlər onu qoy dövlətimiz həll etsin. Biz kimik ki? Biz adi vətəndaşlar biz nə edə bilərik ki? Ancaq mən yox deyirəm belə şeylər. Yəni onlar heç vaxt bizə xeyir verməyiblər. Çox pisdir. Yəni ki elə əvvəlcədən olub ki Rusiya bizə qarşı haqsızlıqlar eləyibdi. İndi də yəni həmin vəziyyət davam eləyir. Neçə min Azərbaycanlı yaşayırdı orada. İndi artıq orada qala bilmirlər də. Yəni onlar imkan vermirlər ki, onlar orada məskunlaşsınlar. Hərə bir tikə çörəyinə gedir və onlar ona imkan vermirlər də təbii ki. İnşallah ki prezidentimiz də, gözəl prezidentimiz yəni çox şəraitlər yaradır. İnşallah ki mənim arzum yerinə yetər və heç bir Azərbaycanlı çörək üçün, qazanc üçün nəinki Rusiya, digər ölkələrə də getməzlər.